Ukrayna Müdafiə Qüvvələrinin hücum bölmələri Zaporojye vilayətinin Xulyaypole şəhərində Rusiya hərbiçilərinin sızdığı yolları bağlayıb. Bu barədə Suspilnaya 1-ci ayrıca hücum alayının komandiri, Perun çağırış nişanlı Dmitri Filatov məlumat verib. Hazırda düşmənin sızma üçün istifadə etdiyi bütün logistika marşrutları bağlanıb. Şəhər tipli ərazidə əlbəttə gizlənmək üçün kifayət qədər yerlər var, lakin düşmənin aşkar edildiyi ərazilərdə artıq heç kim ayıq sayıqlığı zəiflətmir və düşmən 100% məhv edilir, deyə o vurğulayıb. Onun sözlərinə görə, Ukrayna hərbiçiləri daha əvvəl şəhərə sızmış Rusiya piyadalarını təmizləmə əməliyyatları aparır. Filatov qeyd edib ki, hazırda Ukrayna Müdafiə Qüvvələrinin Rusları cilovlamaq üçün kifayət qədər canlı qüvvəsi var. Lakin ayrı-ayrı bölmələrin motivasiyası məsələsi qalmaqdadır. Bütün bunlar ali komandanlıq tərəfindən nəzərə alınır və yenidən qruplaşma üçün, o cümlədən idarə etmə zəncirlərində müəyyən tədbirlər görülür. Məsuliyyət zonaları yenidən bölüşdürülür. Yəni onlar təkcə sabitləşdirici tədbirlər deyil, həm də ayrı-ayrı bölmələrin idarə edilməsində dayanıqlığı artıracaq inzibati addımlar atmağa çalışırlar, deyə Filatov bildirib. Ukrayna Müdafiə Qüvvələri Xulyaypolenin böyük hissəsini nəzarətdə saxlamağa davam edir. Lakin relyef və düşmənin say üstünlüyü səbəbindən bu nəzarəti qorumaq getdikcə çətinləşir. Deep State analitikləri bildirirlər ki, Xulyaypole faktiki olaraq boz zonaya çevrilib. Ukrayna və Rusiya hərbiçiləri şəhərin müxtəlif hissələrində, bəzən qonşu binalarda, hətta zirzəmilərdə belə eyni vaxtda mövcuddurlar. Analitiklərin sözlərinə görə, açıq döyüş əməliyyatları əsasən hücum qrupları tərəfindən həyata keçirilir. Bu arada, Rusiyanın daha çox canlı qüvvəyə malik olması ona şəhər mərkəzində simvolik mövcudluğu saxlamağa, o cümlədən təbliğat məqsədli videolar çəkməyə imkan verir. Ərazi əmili Ukrayna bölmələri üçün əsas çətinlik yaradır. Xulyaypole ovalıq ərazidə yerləşdiyindən əlavə, qüvvələrin çatırılması çətinləşir. Rusiya qüvvələri də oxşar çətinliklərlə üzləşsələr də, xeyli say üstünlüyünə görə bu amillər onlara daha az təsir edir. Şəhərin daxilində və ətrafında şiddətli döyüşlərə baxmayaraq, Deep State Xulyaypolenin kənarında müdafiə mövqelərinin yaradılmasının vacibliyini vurğulayır. Analitiklər Avdiyevka ssenarisinin təkrarlanmasına xəbərdarlıq edirlər. Həmin halda şəhər ələ keçirildikdən sonra kifayət qədər hazırlanmış mövqelər olmadığından düşmən sürətlə irəliləmişdi. Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, Ukrayna qüvvələri Zaporojye vilayətinin Xulyaypole şəhərində şiddətli döyüşlər aparır və şəhərə daxil olmağa çalışan Rusiya diversiya qruplarını geri oturtmağa çalışır. Son dövrlərdə Xulyaypole Ukraynanın cənubunda əsas diqqət mərkəzinə çevrilib. Rusiya qüvvələri şəhərə doğru irəliləmək məqsədi ilə burada xeyli canlı qüvvə və texnika cəmləşdirib. Cənub Müdafiə Qüvvələrinin sözcüsü Vladislav Voloshin'in sözlərinə görə, kiçik hücum qrupları şəhər əraziləri ilə irəliləyir. Ukrayna tərəfi isə onları dayandırmaq üçün axtarış və zərbə əməliyyatları aparır. Voloshin bildirib ki, Xulyaypolenin daxilində hər gün 20-25 silahlı toqquşma baş verir. Döyüşlər əsasən şəhər mərkəzində, eləcə də qərb və cənub rayonlarında cəmləşib. Eyni zamanda Rusiya qoşunları yaxınlıqdakı yaşayış məntəqələrinə, o cümlədən Zaliznicnaya da hücum edir. Hücumların əsas məqsədi Dobropilyanı, həmçinin Dnepropetrovsk vilayətindən Xulyaypoleyə aparan mühüm logistika marşrutu üzərində yerləşən Priluki və Varvarivkanı ələ keçirməkdir. Bu istiqamətdə Rusiya təbliğatı da fəallaşıb. Voloshin'in sözlərinə görə, Kasivtseve kimi yaşayış məntəqələrinin güya ələ keçirilməsi ilə bağlı iddialar həqiqətə uyğun deyil. O bunları bayraq daşıyıcıları adlandırılan kiçik qrupların fəaliyyəti kimi izah edib. Bu qruplar müvəqqəti olaraq Ukraynanın arxa bölgələrinə sızır. Rusiya bayraqları ilə foto və ya video çəkir və çox vaxt qısa müddət sonra məhv edilirlər. Daha sonra həmin görüntülər Rusiyanın irəliləyişini şişirtmək məqsədi ilə xarici analitiklər üçün istifadə olunur. Müharibənin Öyrənilməsi İnstitutunun analitikləri bildirirlər ki, Rusiya Xulyaypole istiqamətində ən azı 3 ordu və 1 diviziyadan ibarət qüvvələri cəmləşdirib.
Rusiya Xarici İşlər naziri Sergey Lavrov iddia edib ki, Ukrayna dronları Rusiya diktatoru Vladimir Putinin Valdaydakı iqamətgahına hücum edib. Lakin Rusiya Müdafiə Nazirliyi belə bir iddianı inkar edib. Ukrayna və Rusiya Telegram kanalları bu ziddiyyəti qeyd ediblər. İlkin olaraq Rusiya Müdafiə Nazirliyi bildirmişdi ki, 29 dekabr gecəsi Rusiya hava hücumundan müdafiə qüvvələri Rusiya ərazisi üzərində 89 Ukrayna PUA-sını vurub. Bunlardan 49-unu Bryansk vilayəti, 18-ini isə Novgorod vilayəti üzərində olub. Daha sonra Lavrov açıqlama verərək iddia edib ki, 29 dekabr gecəsi Rusiya hava hücumundan müdafiəsi Ukrayna dronlarından 91-ni vurub və həmin dronlar Novgorod vilayətindəki Rusiya diktatoru Vladimir Putinin dövlət iqamətgahına 91-ni vurub və həmin dronlar Novgorod vilayətindəki Rusiya diktatoru Vladimir Putinin dövlət iqamətgahına hücum edirmiş. Rusiya Xarici İşlər naziri həmçinin bildirib ki, Putinin iqamətgahına hücum cavab olaraq Rusiya danışıqlardakı mövqeyini yenidən nəzərdən keçirəcək. O deyib ki, Rusiya Ukraynaya qarşı cavab tədbiri görmək hüququnu saxlayır. Beləliklə, Rusiya Müdafiə Nazirliyi və Lavrovun açıqlamaları bir-birini təkzib edir və Putinin iqamətgahının yerləşdiyi Valday sakinləri partlayış səslərini eşitməyiblər, Rusiya Telegram kanallarına görə. Prezident Vladimir Zelenski öz Facebook səhifəsində Kremlin iddialarını, Ukrayna dronlarının Valdaydakı Putinin iqamətgahına hücum etdiyi barədə yalan adlandırıb. O hesab edir ki, Moskva, Ukrayna və ABŞ tərəfindən müharibənin sona çatdırılması üçün aparılan bütün danışıqlara xələl gətirməyə çalışır. Ukrayna lideri hesab edir ki, bu yeni Rusiya propagandası Ukraynaya qarşı əlavə hərbi zərbələr endirmək və müharibəni bitirməkdən imtina etmək üçün əsaslandırma rolunu oynayır. Yeni Kremlin yalanı 28 dekabrda Prezident Vladimir Zelenski ilə ABŞ prezidenti Donald Trump arasında Floridada keçirilən görüşdən dərhal sonra yayılmağa başlayıb. Görüşdə Rusiyanın Ukraynaya qarşı müharibəsini sona çatdırmaq planı müzakirə olunub. Trumpa görə danışıqlar yaxşı keçib və tərəflər razılaşmaya yaxın olublar. Donald Trump həmçinin Kremlin Valdaydakı Putinin iqamətgahına dron hücumu barədə iddialarına cavab verib.